Xankəndidə Nargis Fondu tərəfindən iftar çadırları qurulub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqəli şöbəsindən verilən məlumata görə Ramazan günləri ilə əlaqədar olaraq martın 25-dən 27-sinədək təşkil olunan iftar süfrəsində bölgə sakinləri və ziyarətçilər müxtəlif təamlardan dadıblar. 3 gün ərzində hər gün qonaqlara yüksək keyfiyyətli iftar menüsü təqdim edilir. Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olacaq. Bundan əlavə iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün iftar payları birbaşa yaşadıkları ünvana göndərilir. Xankəndi şəhərində iftar çadırları layihəsi Port Baku, Unibank, Kolin, Coca-Cola şirkətinin sponsoru ilə gerçəkləşib. Təşkilatı dəstəyi isə Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Dövlət Reklam Agentliyi verir. Qeyd edək ki, Nargis Fondu tərəfindən iftar çadırları layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir. Layihə çərçivəsində xüsusi hazırlanmış şərq üslublu çadırlarla qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar. Vüsal Rafiqoğlu, Aran TV, Xankəndi.